Salam əziz dostlar, Ruhaniye'nin mətbəxinə xoş gəlmisiniz. Bugün sizinlə pirojna reseptini paylaşacağım. Əvvəlcədən sındırdığım 5 ədəd yumurtanı, stəkan yarım peso, 1 stəkan, bir də yarım belə stəkan üzərinə tökürük. Sonra bunları yaxşı çırpırıq ağarana qədər. İndi isə dostlar, 1 ədəd kabartma tozunu qatığın üzərinə dökürük. İndi isə qaçışdırırıq ki, qatıq yaxşı qabarsın. O zaman biskvit yaxşı şişir. Yumurtanın üzərinə qabartınca qatığın üzərinə tökürük. Gördünüz necə də qatıq köpükləndi. İndi isə yumurtanın üzərinə əlavə edirik. İki xörək qaşığı duru yağ yumurtanın üzərinə. İndi isə onu əlavə edirik. 1, 2, 3, 4, 5, 6. 6 belə böyük qaşığı, az olsa biraz 6, 7. İndi isə isitdiyimiz tufkanın üstünə hazırladığımız xəmiri içərisinə boşaldırıq. İsə hər tərəfini eyni qaydada yayırıq ki, İndi isə biskvitimiz pişdi. İndi isə kremini hazırlayırıq pirojnamızın. 1 stəkan malako skşonu, 1 stəkan da su qatışdırırıq. İndi isə bir paçka vanil əlavə edirik. Skşonu yanardı, yəni qazanın dibində. Üzərinə 1 stəkan skşonu tökəndən sonra 1 stəkan da su əlavə edirik. İndi isə əlavə edəcəm skşonun üzərinə. İndi isə üzərinə bu qədər un əlavə edirik. Pişənə qədər qaçışdırırıq. İndi isə kərə yağı əlavə edirik. İndi isə pişənə qədər qaçışdırırıq ki, düyün olmasın. Çox tökməyə ehtiyac olmur, çünki malako şirin olur deyənə. İstəsəniz sütlə də bişirə bilərsiniz. Pişənə qədər indi bulayacağıq. İndi isə dostlar, biskvitimiz pişibdir. Baxın ki, necə gözəl pambıq kimidir. Altı qəşəng qızarıb. İsə pirojnalarımızı formada 1 stəkan götürürsünüz. Kəsirik. Pişirdiyimiz şokoladın üzərinə əlavə edirik. Formada belə sürtürük üzərinə. İstəsəniz cem də sürtə bilərsiniz. İsə yenə ikinci hissəni kəsib üzərinə belə bu formada qoyuruq. Yenə üzərinə pişirdiyimiz şokoladdan sürtürük. Üzərinə də bir biskvitin qırağından qalan xırdaları pirojnanın qıraqlarına bu formada İndi isə dostlar, pirojnamız hazırdır. Çox dadlı və ləzzətli olur. Siz də bişirin, yeyin.
Biz beğenilerinizi ve yorumlarınızı gözləyirik. Biz əziyyət çekip sizinle paylaşırıq. Siz de bizim videolarımızı beğenin ve yorum yazın. Her birinize teşekkür ederim.